Salam əziz dostlar, hər birinizi xoş gördük. Bu günləri fonetikadan sonuncu mövzumuz fonetik təhlil. Bildiyimiz kimi fonetik təhlildəki sözlər iki qrupa bölünür. Birincisi tələffüzə görə, digəri isə yazılışa görə. Tələffüzə görə sözlərdə sözün hərf və səs tərkibi, sait səslərin növləri, samit səslərin növləri götürüldüyü halda yazılışa görə ahəng qanunu, heca, vurğu götürülür. Gəlin buna misal üzərindən diqqət edək. Saitlər mövzusunda keçdiyimiz kimi eyni cinsli qohə saitlərdən tələffüz zamanı biri düşərək digəri uzun tələffüz edilir. Maarif sözündə də 6 hərf, 5 səs var. Səslər bir-bir təhlil edilir. M cingiltili samitdir, kar qarşılığı yoxdur. A qalın, açıq dodaqlanmayan saitdir. R cingiltili samitdir, kar qarşılığı yoxdur. F kar samitdir, cincili qarşılığı V samitidir. Maarif sözü 3 hecalı sözdür. Artıq burada yazılışa baxırıq. Göründüyü kimi 3 dənə sait səs var. Deməli 3 hecalı söz olaraq qalacaq. Vurğusu sonuncu 3-cü hecadadır. Yazılışı və deyilişi fərqlənir. A'lardan biri düşdüyü üçün kəmiyyət fərqi yaranmışdır. Gəlin mövzunu testlər üzərindən daha da dərinləşdirək. Birinci sual. Maarif sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikri müəyyən edin. A. Ahəng qanunu pozulmuşdur. Bildiyimiz kimi ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsidir. Yəni söz qalın saitlə başlayıbsa, sonadək qalın, incə saitlə başlayıbsa, sonadək incə saitlə etməlidir. Belə olan halda ahəng qanunu tabe olur. Amma bu hal pozulursa, ahəng qanunun pozulması halı kimi qəbul edilir. A qalın, I incə. Deməli ahəng qanunu pozulub. Düz fikirdir. Bizdən isə səhvi istəyir. 5 dənə səs, düz deyir, A-nın biri düşərək digəri uzun tələffüz edilir. 6 hərf vardır. Bu da olmayacaq. 3 hecalı sözdür. Hecaya baxarkən sözün yazılışına baxardıq. Neçə dənə sait səsi varsa, o qədər də heca sayılırdı. 1, 2, 3. 3 hecalı sözdür, düzgün deyir. Vurğusu sonuncu hecadadır. Bildiyimiz kimi, sözlərdən biri düşüb, digər uzun tələffüz edilirsə, vurğu düşür sonuncu hecaya, yəni 3-cü hecaya. Düzgün fikirdir. Bu da olmayacaq. 2 cingiltili bir kar samit vardır. Artıq səslərdən söhbət gedirsə, bunun tələffüzünə baxacaq. 2 cingiltili, M cingiltili, R cingiltili. F isə kar samitdir. Bir kar samit vardır. Doğru fikirdir. Bu da olmayacaq. Tələffüzü ilə yazılışı fərqlənmir, amma fərqlənir. Sözdə burada deyildiyi kimi 6 hərf, 5 səs vardır. Doğru cavabımız E bəndi. Digər bir sualımızın izahına baxaq. Ürəklə sözünün fonetik xüsusiyyətləri ilə bağlı səhv fikirləri müəyyən edin. İlk növbədə bunun tələffüz formasını yazaq. Ürəklə. Xışdırıqla yazaq. Ürəklə. Deyilişi ilə yazılışı fərqlənmir. Bu səhv fikirdir. Bizdə də səhvi istəyirdi. Deməli, biri götürəcəyik. Bütün samitlər cingiltilidir. Yenə yazılışı, tələffüzə baxacaq. Samitlər. R cingiltili, X kardır. Deməli, bu fikir səhvdir. Bunu da götürəcəyik. 3 cingiltili samitin kar qarşılığı yoxdur. R-nın yoxdur, N-nın yoxdur, N-nın yoxdur. Düz fikirdir. Bunu götürməyəcəyik. Çünki bizdən burada səhvləri istəyir. Vurğusu 2-ci hecadadır. Bildiyimiz kimi vurğu ahəng qanunu heca, yazılış üzərində aparılır. Vurğu mövzusunda keçmişdir ki, lalə zərf düzəldən hecayı vurğu qəbul etmir, düşür ondan əvvəlki hecaya. Yəni 2-ci hecaya. Burada da deyir ki, vurğu 2-ci hecadadır, düz fikirdir. Ona görə ötürməyəcəyik. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. Gəlin baxaq. K yazılır, xışdırıq deyilir. 1. Lalə nən formasında tələffüz edilir. L düşür, N əlavə edilir. Bir dənə də N əlavə olub. Deməli, 1, 2, 3 fərqli məqam var. Bu da səhv fikirdir. Bizə səhvləri istədiyi üçün bunu ötürəcəyik. 1, 2, 5. Bugünkü mövzumuzun da sonuna gəldik. Hər birinizə diqqətiniz üçün təşəkkürlər. Yeni yaranmış kanalımıza abunə olmağı və videoları bəyənməyi unutmayın. Növbəti slaydımızda görüşənədək. Hələlik.